Bu ise tabii ki bu amel onu ümumiyyətlə Rio 2016 Olimpiya oyunlarına kifayət qədər yaxınlaşdırır. Bir məsələ istəyirəm diqqət yönəldəm. Rozbeh müəllim, bir çox idman növlərində ümumiyyətlə lisenziya qazanıldıqda bu bir növ fərdi yox, ölkə üzrə verilir lisenziya. Yəni judoda nə cürdür? Yəni tutaq ki, Rüstəm Orucov dünya reytinqindəki yeri ilə Olimpiyadada iştirakını təmin etdi. Yəni amma bu onun öz lisenziyasıdır, yoxsa ki bu ölkə olaraq verilir? Rüstəm Orucov sabah Allah göstərməmiş hansı bir problem olsa onun yerine bir başqa idmançı Olimpiyada yol ola bilər? Olmaz. Olmaz. Burada ölkə verilmir, şəxsə verilir. Bəli, yəni bu da həqiqətən də yəni qeyd etdim, digər idman növlərlə müqayisə etdim. Çünki bir qayda olaraq bizim idmanda da olub, yəni digər idman növlərində, Azərbaycan idmanında lisenziyanı biri qazanıb, amma yarış öncəsi o da digər daha yaxşı formada olduğu üçün Olimpiyadaya məhz həmin idmançı burada şəxsi verilir. Burada artıq şəxsi lisenziya verilir. Yəni bu da çox önəmli bir məqamdır. Bürünc medal uğrunda ikinci bir qarşılaşma. 73 kiloqram çəki dərəcəsi. Ağ judokidə Fəqan Quluzadə, Neftçi. Göy judokidə isə Vüqar Bayramov, Atilla İdman Klubu. Yenidən Neftçi Atilla mübarizəsini biz izləyəcəyik. Və bürünc medal uğrunda görüşü idarə edən hakimimiz də Azərbaycan idman sevərlərinə yaxşı tanışdı. Bəli, Oruc Dadaşov. Yəni Oruc Dadaşov bizim köhnə judoçularımızdandır. Tərlan Həsənov da əməkdar məşqçidə məşq edib. Və ancaq tanınanda bilirsiniz, Azərbaycanda yeni keçirilən qaydasız döyüşlərdə müəlliməsi onu nəzərdə tutaraq qaydasız döyüşlərdə müəyyən qələbələri var. Tbilisi şəhərində beynəlxalq turnirdə qalib gəldi. O vaxt 8 bucaq qaydasız döyüşdə. Yəni sonra yenə də öz deməli fəaliyyətini judoda göstərir. Hal-hazırda da Dərbənd şəhərində yaşayır. Yenidən Azərbaycana gəlir, öz hakimlik edir Azərbaycan üçün və Azərbaycanda da öz fəaliyyətini davam etdirmək fikrindədir. Təbii ki, yəni ümumiyyətlə federasiyanın, Azərbaycan Judo Federasiyasının rəhbərliyinin qarşısına qoyulan əsas məqsədlərdən biri nədən ibarətdir? Yəni istedadlı, bacarıqlı məşqçilərin hamısının məhz bu işə cəlb olunması, onlar üçün lazım şəraitin yaradılması və bu baxımdan əgər təbii ki, söhbət təkində Oruc Dadaşovdan getmir, ümumiyyətlə yəni digər mütəxəssislərimiz də olsun. Kimlərə ki ehtiyac varsa, onlar təbii ki, bu işə cəlb olunacaqlar. Judonun inkişafı üçün onların çalışmalarına, fəaliyyətlərinə şərait yaradılacaq. Yəni bu şübhə doğurmayan bir məqamdır və təbii ki, bu işdə hər bir şəxsə də uğurlar arzulamaq istərdik. Yəni deyim ki, Oruc Dadaşov Dərbənddə keçirdi. Dərbənd şəhərində ümumiyyətlə judonun başlanması Azərbaycanlı, yəni Azərbaycanlı judo məşqçiləri orada başlayıb. Xüsusən adını çəkmək istəyərdim, dünən də çəkdim. Sadıq Abdulov, o Əhməd müəllim Rəcəblinin necə deyərlər, onun şagirdi olub və sonra gedib Dərbənddə judonu yetişib. Özü də əslən elə Astaradandır, yəni Azərbaycandan. Orada ondan başqa da Bakıdan da olan müəyyən başlanğıcında judoçular olub. Lakin indi Dərbəndin də özündən çıxan, yəni sırf Dərbənddə judoçular var. Biliyor ki, Rusiyanın indi bu saat axırıncı dünya çempionatında 3-cü yerə çıxmış, yəni Xammagomedov, o özü məsələn Dərbəndəndir, artıq Sadıq Abdulovun yəni getirməsidir. Özdə anası da Azərbaycanlıdır. Bura gələndə də deyir, ana vətənə gəlmişdim, hiss edirdim. Bakıda da çempion oldu 2015-ci ildə. Özdə belə götürəndə deyəndə dedi ki, anam buradandır, içəri şəhər Seyidlərdənəm. Yəni belə bir formada o da bizə fiyat edirdi, ana vətənimə gəlmişəm, çempion olmağa. Bəli, yəni həqiqətən də Bünöv Azərbaycan judosunun izləri gördüyümüz kimi digər ölkələrdə də var və sevindirici bir məqamdır, amma təbii ki, əsas istəyimiz nədən ibarətdir? Ən yaxşı mütəxəssislərimiz məhz öz bacarıqlarını elə ölkəmizdəcə öz judomuzun inkişafına sərf etsinlər. Təbii ki, indi bu yöndə bu işlə bağlı heç şübhəsiz ki, federasiya rəhbərliyinin lazım işlə görəcəyinə inanırıq.
İzlədiyimiz bu görüşdə isə, bürünc medal uğrunda görüşdə isə hələ ki fənd yoxdur. Xal qazana bilən idmançıların heç biri 73 kiloqram çəki dərəcəsi bürünc medal uğrunda ikinci qarşılaşmadır və hər idmançının da passivində bir xəbərdarlığı var. Fəqan Quluzadə və Vüqar Bayramov, Neftçi və Atilla idman klublarının təmsilçiləri. Yəni klublar fərqli olsa da ümumiyyətlə, yəni nəzərə alaq ki, idmançılar bir qayda olaraq təlim məşq toplanışlarında, yəni bir yerdə olurlar, bir-birlərini yaxşı tanıyırlar və hər kəs öz rəqibinin incələmək üçün rəqibinin hansı üslubda güləşməsini, zəif və güclü tərəflərini təbii ki, yaxşı bilir. Bir qayda olaraq bir yerdə, əsas vaxtlar məşqlər bir yerdə keçir. Eyni məktəbin yetirmələridir, ona görə texnikada və taktikada bir-biri ilə çətindir görüşmək. Əlbəttə ki, başqa bir məktəblər bir-biri ilə görüşəndə, görüşlər, başqa respublikalar, ölkələr, görüşlər daha maraqlı olur. Bəli, yəni bir növ fərqli məktəbləri, fərqli məktəblər baxın nöqteyi nəzərindən. Judoda da ki, çox fərqli məktəblər var. Judo məktəbində, məsələn, Yaponlar da əlbəttə ki, əsas judonu yaradan, onların məktəbi daha düz sayılır. Ancaq Avropa məktəbi var, xüsusən güclü məktəblərdən. Texnika bir olsa da onun işlənilməsində fərqlər var. Yəni, Koreyalıların güclü məktəbi var. Koreya judosunun çox güclü, Fransanın xüsusən sayılır. Məsələn, dediyim kimi, Fransada milli idman növü sayılır bu və Avropanın başqa bir ölkələrində də çox güclü, bütün demək olar Avropa ölkələrində güclü idman növü kimi baxılır. İndi hal-hazırda Azərbaycanın özündə də bu dəqiqə əyalətlərdə də var idi. Hal-hazırda yeni federasiya tərəfindən, yəni Sadıq müəllim tərəfindən ki, qoyulub ki, bu Rövnəq müəllimin tapşırığı ilə regionlarda judonun yəni çox yayılması üçün, daha geniş yayılması üçün proqram qoyulub. Bu bir daha görülür. Hansı rayonlarda ki, judo yox idi, məsələn, orada daha judoçular bu yarışlarda iştirak edirlər. Onu da biz dünən də Bəli, dünən də qeyd etdi. Yəni, məsələn, Salyandan idmançı var idi, yəni qeyd etdi. Yəni, bürünc medal uğrunda görüşə də çıxmışdı. Yəni, bunun özü də onu demək əsas verir ki, yəni bölgələrdə bu iş artıq lazım şəkildə aparılır. Yəni, dediyim kimi, judonun əvvəldən olan, məsələn, rayonda Gəncə şəhəri idi, Zakatala şəhəri idi. Bu əvvəldən var idi. Sonra müəyyən vaxtlardan sonra güclü rayonlarda, Qəbələ rayonunda judo inkişaf etdirildi. Yəni, bizim orada Qazax rayonlarının onlar ancaq, məsələn, Qəbələdə bir daha güclü judo var da, demək olar. Məsələn, Qəbələdə Ramil İsmailov kimi cavan mütəxəssisimiz və o Qəbələ İdman klubunda onun qardaşı Rail İsmailov, yəni rayonda məşq aparırlar ki, qardaşlar hər ikisi. Və o rayonda da çox güclü judoyu əvvəldən də başlanıb fikir verilməyə və bir daha biz tez-tez Qəbələ adına eşidirik yarışları. Bəli, Qəbələ İdman klubunda birinci təmsilçisi də onların mükafatı. Yəni, həm klub olaraq, eyni zamanda rayondan olaraq, yəni onların da adları tez-tez çəkilirdi dünənki final görüşləri zamanı. Əlbəttə ki, nə qədər güclü olsa, nə qədər rayonlarımızda, əyalətlərimizdə judo inkişaf etsə, bir o qədər rəqabət ümumi işin xeyrinədir təbii ki. Yəni, həm idmançı sayı çox olarsa, rəqabət güclü olarsa və bu rəqabətin içindən də heç şübhəsiz ki, daha ən güclülər çıxırsa, bu da o deməkdir ki, beynəlxalq yarışlara ən güclülərimiz gedirlər və bu isə təbii ki, nəticələrin artmasından öz təsirini göstərir. Bizim köhnə zamanlarda ancaq Azərbaycan çempionatlarında Bakı, Sumqayıt, Gəncə daha çox işlənilirdi və Zakatala. İndi isə az qalıb Turay onların adını çəkirik. Belə getsə, Azərbaycanın hər kəndində judo olacaq inşallah. Təbii, niyə də olmasın. Bir qədər temp bir qədər sanki aşağı görünür bu görüşdə, bir qədər. Temp aşağı görünür, bu idmançılar hərəsi ən aşağısı 3-4 görüş keçirib bu yara çatıblar. Yəni 73 kiloqram çəkidə qeydə 54 iştirakçı olub hörmətli tamaşaçılar. Yəni tamaşaçılar deyim ki, judoda bütün görüşlər bir günü olur. İndi hal-hazırda yəni güləşin bütün növlərində belədir. Bəli. Və bu əlbəttə ki, asan iş deyil. Qızıl xal olacaq deyəsən, səhv etmirəmsə. Səhərəsinin passivində 2 xəbərdarlığı var, hesabda açılmayıb, fənd yoxdur və qızıl xal. Kim ilk xalı qazandısa, bu görüşünə qalibi o olacaq. Qızıl xalda vaxt məhdudiyyəti olmur.
Yəni uzana bilər 2 dəqiqə, 3 dəqiqə, yəni belə bir uzanma ehtimalı varmı görüşlərin hətta qızıl xal? Olur. Mən bir vaxt görmüşdüm 10 dəqiqə işləyəmişlər. Məsələn, elə bir 5 dəqiqəlik görüş 10 dəqiqə tartılırdı. Ona görə balaca bir səhv, əgər o köhnə o qayda ilə o 5 dəqiqəlik görüşdə onu cəzalandırmalarsa, burada cəzalandırıla bilər. O fənd ki verilməyə bilərsə 5 dəqiqəlik görüşdə burada bu fəndə yəni Xal verilə bilər. Və üstəlik nəzərə alaq ki, yəni bu qızıl xal vaxtında idmançıların yəni səhvi artıq düzəltmə imkanı olmayacaq. Yəni xal verdinsə vəssalam, görüş uduzulur. Amma 5 dəqiqə ərzində isə görürsüz, səhvə yol verdi. Vüqar bayramı. Gözəl bir fənddir bu əlbəttə ki. Həqiqətən də yəni 5 dəqiqə ərzində əsas vaxtda edilməyən qızıl xal dönəmində qızıl xal dövründə artıq bu qələbə qeydə alındı. Fəqan Quluzadə. Əlbəttə ki, onu göstərsəydilər. Göstərəcək, rejissorlarımız indi bəli. Gözəl fəndlərindən biridir. İndi izləyək, bir daha baxaq. Yəni bu bir qədər əvvəl, bax bu epizod səhv etmirəmsə bu görüşlə bağlı, amma son epizodu rejissorumuzdan xahiş edək, son fəndi. Bəli. Çox gözəl, dəqiq yerinə yetirilən bir fəndidir və